Aslının tapılması üçün. Müəllim, əgər verilmiş funksiya tam rasional ifadədirsə, onun təyin oblasti həmişə mənfi, müsbət sonsuzluq olur. Ay sağ ol. Uşaqlar, əgər verilmiş ifadə tam rasional ifadədirsə, onun təyin oblasti həmişə mənfi, müsbət sonsuzluq olur. Tam rasional ifadə nə deməkdir? Gəlin ona baxaq. Tutaq ki, y bərabərdir 3x üstəgəl 8. Soruşur təyin oblastını Jalə. Baxın, bu ifadədə x-in maneəsi yoxdur. Yəni x nə kökdə deyil, nə kəsirdə deyil, nə nəyinsə qüvvəti altında deyil və s. Yəni deməyim ondan ibarətdir ki, azaddır. Yəni bu könlü nə istəsə ala bilər. Yəni buna görə buna tam rasional ifadə deyirlər və bunun təyin oblastı mənfi müsbət sonsuzluqdur. Hətta bu kvadratik də ola bilər. Misal üçün 3x kvadrat üstəgəl 8x üstəgəl 6 atıram belə bir şey. Bunun təyin oblastı mənfi müsbət sonsuzluqdur. Bir dənə o kameraları açın uşaqlar. Zeynəb, Ömər, kameranı açın. Ədalət, sizi gözləyirəm. Açın kameralarınızı. Fidan, açın kameranızı. Zeynəb, Fatimə, Nurcan, açın kameralarınızı. Bəhanə istəmirəm. Zeynəb, Fatimə, Nurcan, sizi gözləyirik. Ömer başa düşürük ağılım. Sen bu derslerde olmamıştın ama indi Başa tamam. Bunu silirəm. Bu birinci qaydaydı. Ömer yazırıq ha bu dediklərimizi bilirsən də yəqin ki. Yes. Deməli ikinci qayda. İkinci qaydanı bizə desin, kim desin? Deməli, Elvanə, de qızım, ikinci qayda nə idi təyin oblastının tapılması ilə bağlı? Əgər funksiyanın məxrəci olarsa, o sıfır müsbət sonsuzluq olur. Ay sağ ol. Əgər uşaqlar funksiyada kəsir varsa, sən kök dedin, kəsir dedin. Məxrəci varsa, sıfır müsbət sonsuzluq. Kök demədim axı. Hə, yox, sıfır müsbət sonsuzluq demə, orada yanlışlıq oldu. Deməli, sıfırdan fərqli olmalıdır. Əgər məxrəc varsa, hə, yox, böyük yox, mənfi də ola bilər axı. Sıfırdan fərqli olmalıdır. Sıfırdan fərqli. Uşaqlar, əgər məxrəc varsa, əgər kəsirin məxrəci varsa, kimdir bu gənə? Hə, Nurcan digər səhifəsidir. Deməli, belə. Əgər məxrəc varsa, kəsir varsa, məxrəc həmişə sıfırdan fərqli götürülməlidir. Nərmin, bax, tutaq ki, funksiyanı sənə verib ki, fx bərabərdir, fx bərabərdir. Misal üçün, 2 bölünsün x minus 1. Bax, Nərmin, təyin oblastını soruşur. Təyin oblastını tapanda Zeynəb, Nərmin, məxrəc varsa, baxın, burada məxrəc var. Məxrəci sıfırdan fərqli götürməlisiniz. Yəni, x minus 1-i sıfırdan fərqli götürməlisiniz. Buradan da x-i tapırsınız 1-dən fərqli. Deməli, cavabı bunun mənfi sonsuzluqdan 1-ə qədər, 1-dən də müsbət sonsuzluğa qədər. Çünki 1 olanmaz da, 1 olanda məxrəc sıfıra çevrilir axı. Kəsirin məxrəci əsla sıfır olmaz axı. Başa düşürük. Məxrəci varsa, məxrəc sıfırdan fərqli olmalıdır. Və. Kim deyər bizə kök olanda nə olurdu? Kök olanda Sıfırdan müsbət sonsuzluq olur. Ay sağ olun. Əgər funksiya kök adda cüt dərəcədən verilərsə bizə, misal üçün atıram x minus yenə də 1. Əgər funksiya cüt dərəcədən verilərsə, Zeynəb, bunun təyin oblastını tapanda kökün içi sıfırdan böyük bərabər götürülməlidir həmişə. Yəni siz buradan tapırsınız, x 1-dən böyük bərabərdir. Yəni 1 müsbət sonsuzluq cavabımızdır. Başa düşürsünüz? Aylin başa düşürük? Bəli. Tamam. Deməli belə. Amma bu kök sizə tək dərəcədən verilsə, misal üçün kök hətta 3-cü dərəcədən x minus 1. Bunun təyin oblastı mənfi müsbət sonsuzluq. Ay, sağ ol. Qutardı. Sileyim bunu. Daha. Getdik. Deməli belə. Uşaqlar, daha sonra son olaraq bir məsələ qaldı. Bunu da deyək kiçik qiymətlər oblastına. Uşaqlar, keçək Fidanın məsələsi. Əgər funksiya sizə kəsr üstü qüvvət şəklində verilərsə, yəni n bölünsün n. Fidan, de bunu. N bölünsün n mənfidən müsbət götürməliyik. n bölü n müsbət olarsa, funksiyanı
Sıfırdan böyük bərabər götürürük. Sıfırdan böyük götürməlidirlər. Bəli. Amma n Əgər mənfi sıfırdan olarsa kiçikdirsə, o zaman funksiya böyük olur. təkcə böyük Sadəcə böyük olur. götürürük. Bəli, təkcə böyük götürürük. Niyə böyük bərabər götürmürük? Çünki qüvvətdə mənfi olanda qüvvət tərsə çevrilir də. Yəni misal üçün 2 üstü mənfi 1 1/2 demək deyil. Yəni məxrəcə düşür funksiya qüvvətdə mənfi olanda. Ona görə məxrəc əsla 0 olmaz deyə biz onu təkcə 0-dan böyük götürürük və təyin oblasti belə tapılır. Deməli belə, uşaqlar, indi bunu silə bilərəm. Bu qayda hissəsidir. Nuran, kameranı aç. Aylin silim. Bəli. Tamam. Ədalət yazırıq da yəqin ki bunları. Bəhanəmiz yoxdur aday. Vallahi silməzsiniz. Nurcanı hələ yuxudan oyanmayıb. Hə Nurcan, hələ yatmısan? Qoşulmasaydın qovulacaqdın. Evet. Sonra gecə dərslər qəşəng olur yoxsa gündüz? Gecə. Öyrəşirsiniz gecəyə, hə? Mənim uşaqlarım öyrəşib gecəyə, gecə daha belə maraqlısız keçirdi. Necə Aylin? Gündüz bu vaxtı yoxdur. Gündüz bu vaxtı yoxdur. Gündüz təzə beyni riyaziyyatda istifadə edeyim, burada yanıb kül olsun. Digər fənlərə qalmasın. Deməli, Axşam da yuxuda görürəm onsuz, fərq edəmir yəni. yuxuda da görürsən. Dünən kim idi uşaqlardan biri yazıb ki, Bəsay mənliyim, mən sizi yuxuda görmüşəm. Deməli, belə. Ben böyle bu söndürəm. 5 dəqiqədən bir. Ona rəhmən yatıb qalmışam. Deməli belə, abala 9 gün ortadır. Sizdə 9 gün orta deyil. Yox, mən bir saat 11-də olan dərsi yatıb qalır. Hə. Amma elə biz sizə görə çəkmişəm 9-u. Tanınmazlar. Yazın indi dəftərinizə qiymətlər oblasti. Gəlin qələmin rəngini dəyişək, həyatınıza rəng gəlsin. Deməli belə, qiymətlər oblasti. Nuran, yazın dəftərinizə. Funksiyanın qiymətlər oblastının tapılması. Funksiyanın qiymətlər oblastının tapılması. Uşaqlar, qiymətlər oblastı da YF ilə işarə olunur. Qiymətlər oblastı. Və qiymətlər oblastı Jalə nəyin ala biləcəyi qiymətlərdir? Y-in ala biləcəyi qiymətlərdir. Deməli, biz bu Y deməli bilirsiniz ki, aslı dəyişəndir də. Y həmişə X-dən aslı olur. Deməli belə, neysə. Uşaqlar, qiymətlər oblastını tapanda funksiyadan funksiyaya fərqi var. Tutaq ki, sizə belə bir funksiya verir. Yəni, Y bərabərdir xətti funksiya. Baxın, AX plus B şəklində bir funksiya verir. Misal üçün, 2x üstə gəl 3. Bunun qiymətlər oblastı, uşaqlar, yazın ha dəftərinizə. Bu tip misalların qiymətlər oblastı nə olur? Mənfi müsbət sonsuzluq. Bəli, mənfi müsbət sonsuzluq. Yəni, burada limit yoxdur. X-in aldığı qiymətə görə Y-də formasını dəyişir. Uşaqlar, bu səhər kökdə verilsə, Y bərabərdir kök hətta AX plus B şəklində verilsə, bunun qiymətlər oblastı nə olacaq? Müsbət sonsuzluq. Ay, sağ olun. 0 müsbət sonsuzluq. 0 müsbət sonsuzluq. Konkret Ömər, bunları əzbər bilməliyik. Zeynəb yazdın? Bəli. Tamam. Mən də qiymətlər çoxluğuna qiymətlər oblastı eyni şeydir. Bəli, qızım, bəli. Mən yazında yazmışam qiymətlər çoxluğu, ona görə deyim yəni eyni şey. Oblastı deyilir adətən. Biz çoxluq da deyir, eyni şeydir. Çoxluq da deyir, oblastı. Deməli belə, uşaqlar, indi gəlin baxaq deməli nəyə? Kvadratik funksiya. Baxın, Y bərabərdir sizə AX kvadratı üstə gəl BX üstə gəl C şəklində, yəni kvadratik bir funksiya verilsə, əli,
bunun qiymətlər oblastını tapanda nə edəcəyik? Bir də bir şeyə aydınlıq gətirək ki, birdən bunun təyin oblastını soruşar. Bunun təyin oblastı mənfi müsbət sonsuzluqdur. Çünki burada nə kök yoxdur, kəsir yoxdur, maneə yoxdur. Ona görə bu mənfi müsbət sonsuzluq sayılır. Təyin oblastı ha. İndi amma biz qiymətlər oblastından danışırıq və biz qiymətlər oblastını keçən dəfə demişdik ki, A müsbətdirsə, Və onda n-dən müsbət sonsuzluğa, əgər A mənfidirsə, mənfi sonsuzluqdan n-ə. Ay sağ ol. A mənfidirsə, bunun cavabı mənfi sonsuzluqdan n olacaq. Uşaqlar, baxın, burada n tanıyırsınız əslində. 4ac çıxılsın b kvadrat bölünsün 4a ilə hesablanan bir məsələdir. Tamam mı? Nərmin, bunları bilirik. Nərmin, sən var idin də funksiya dərsində, elə deyilmi? Mənlə funksiya dərsində kimlər olub, bir dənə əl qaldırsın görüm. Mən yarısında olmuşdum, yarısında yox. Hə, tamam. İndi video qeydə alıram. Rəqsəni, sən vaxtın gətirdi ha. Mən də şokdayam. Elə bizim sınava yox deyəsən. Funksiyaya keçdik. Bəli, sən vaxtın gətirdi. Yaxşı, bugün funksiyanı bütöv keçib qutarasıyıq. Deməli uşaqlar, indi buradakı n bildiniz ki, düsturla tapılan bir qiymətdir. Misal üçün bir dənə misal verirəm. Bəli. Uşaqlar 4 ayrı. 2. Nə Nurcan? Kəsrin məxrəcindəki 4 ayrı. 2. 4 al. Diskriminantla qarışdırmasın. Deməli belə, bu n-dir. Uşaqlar, y bərabərdir x kvadrat üstə gəl 6x çıxılsın 5. Misal üçün, atdım da indi bunu. Deyirəm ki, bunun həm təyin oblastını, həm də qiymətlər oblastını tapın. O kameraları açın. Nurcan, kameranı aç. Ömər, Zeynəb, açın kameralarınızı. Zeynəb, hara gedəcəksən bu dərsdən sonra? Məktəbdə valideynlə bir yerdə ərizə yazmalıyıq. Yəni 9-cu sinifdə oxuyacağım, çıxacağım. 9-dan çıxıb başqa məktəbə yazılırsan? Yox, elə o məktəbdə qaldım. Prosta deyirlər ki, yəni ərizə yazmalısın. Hə. Yaxşı. Saat neçədə gedirsən? Ona qalmış. Bir azdan. Onda buraxaram da sən bir saat. Amma dərsdə yarımçıq qalırsan ha. Dərsin video qeydi var, dərsdən sonra izləyərsən, yaxşı? Yaxşı. Tamam. Deməli belə, uşaqlar, təyin oblastı nədir? Zeynəb, təyin oblastı nədir bunun? Mənfi müsbət sonsuzluq. Mənfi müsbət sonsuzluq. Çünki təyin oblastı x-in ala biləcəyi qiymətlərdir və burada maneə yoxdur, kök yoxdur, kəsir yoxdur. Buna görə ədalət, bunun təyin oblastı mənfi müsbət sonsuzluqdur. Uşaqlar, bəs indi qiymətlər oblastı nədir? 14 müsbət sonsuzluq. 14 müsbət sonsuzluq. Mənfi 14 Mənfi 14-dən müsbət sonsuzluğa qəşəng. Uşaqlar, necə tapdıq? Gəlin onu bir də aydınlaşdıraq. Kim bizə kömək eləyər, izahını verər? Eləyim mən. Buyur qızım. Mən qiymətlər oblastını tapmaq üçün n bərabərdir mənfi 20 çıxılsın 36. Yəni A-dan C-ni qoyuruq yerinə. Bölünsün 4. O da bərabərdir mənfi 56 bölünsün 4. O da mənfi 14 edir. Ay, sağ ol. Bölünsün 4-ə, yəni 4 vur 1. Uşaqlar, biz qiymətlər oblastını tapanda həmişə n-i tapmalıyıq da. Yəni düsturda A-nın, C-nin, B-nin qiymətlərini yerinə qoyun. Ax kvadratın əmsalıdır 1-dir, Bx-in əmsalıdır 6-dır, C-də sərbəst əmsalıdır mənfi 5-dir. Yerinə qoyub hesablasaz, buradan mənfi 14 tapırsınız cavabı. Biz dedik A müsbət olanda qiymətlər oblastı bax budur da. Yəni n-dən müsbət sonsuzluğa. Bizim n-imizdə mənfi 14-dür. Cavab mənfi 14-dən müsbət sonsuzluğa. Qapalı mötərizdə. Yaxşı, əli başa düşürük. Aydındır. Tamamdır. Sileyim bunu uşaqlar. Tünzalə bilirik də bunları daha. Mənmi? Tamamdır. Uşaqlar, bu sizə kökdə də verilə bilərdi. Tünzalə, kökdə veriləndə nə olurdu qızım qiymətlər oblastı? A müsbət olanda kök altında n müsbət sonsuzluq, A mənfi olanda 0 kök altında n. Ay, sağ ol. Uşaqlar, kökün içində birdən verilər.
Bu zamanda siz yenə də eni tapmalısınız. Sadəcə qaydada fərqlilik olur ki, əgər A müsbətdirsə, onun qiymətlər oblasti baxın, kökətdə n-dən müsbət sonsuzluq olacaq. Məsəl üçün eni Nuran 16 tapsan, gətirib burada yerinə qoyacaqsan, 4 müsbət sonsuzluq eləyəcək cavab. Daha sonra əgər A mənfidirsə, cavabınız 0-dan n olacaq bu aralıq. Tamam mı uşaqlar? Bu hissələr Birinci də en daxildir. Bəli, daxildir. Zeynəb başa düşürük də? Nuran, Aylin, Ədalət. Solmaz kameraları açın. Fatimə qızım başa düşürsən yoxsa yox? Başa düşürəm müəllim. Tamam. Uşaqlar, qiymətlər oblasti söhbəti ən vacib məsələlərdən biri idi. Bir də var Koşi bərabərsizliyi. Baxın, bunu Koşi bərabərsizliyi. A plus B beraber böyüdük 2 çek altında AB'den. Ay, səsin batı elə bil sənin. Yani Səhər, yaxşı, get su iç gəl qızım. Koşi bərabərsizliyi nədir? A üstə gəl B böyük bərabərdir 2 vurulsun AB hasilindən kökün içində. Bu tamam başqa bir şeydir ha. Sizə nə verəcək? Deyəcək, baxın, misal üçün belə. Deyəcək, x kvadrat üstə gəl, misal üçün 1 bölünsün 4x kvadrat. Deyəcək, bunun ən kiçik qiymətini tap. Bir dənə tapa bilənlər tapsın. Ay Allah, bu kameralar dəstbət. İndiki səhərdir. Niyə bağlayırsınız? Mən gözüm açılmır, heç kameramda var. Elə biz sənə görə salmışıq 9-a. Mən belə daha belə istərsin. Necə? Belə daha keyfiyyətlidir. Bəli, ona görə elə gözün açılmır da. Ona görə material yapmaq olmuş. Nə olmurmuş? Məktəbdə göz açana qədər dərs keçirilirmiş. Bəli. Amma da evinizin içindəsiz də bala. Əslində insan beyni əsasən səhər saatlarında daha yaxşı məlumat götürür. Normal insan beyni də sizdə də. dersinize koşulmamıştan galiba bir 15 dakikada internette fırlanmışız. Beynimiz internetten doludur. Markın məsələləri ilə dolub. Uşaqlar, cavab nədir deyim burada? Bir müsbət sonsuzluq tapmışam. Bir müsbət Ben sonsuzluq. tapmışam. Elə. Bence Tanış olmaz kimi, tünzələ kimi tapıb. Bir müsbət sonsuzluq. Bəli. Bu biz dədə ocağı filan deyilik. Bu dərsə girib çıxan nədir? Kimdə o dərsə girib çıxır? Mən idim müəllim. İnternetin gedib gəlib. Bəli müəllim. Ay sənin canın yanmasın. Yaxşı, deməli belə. Uşaqlar, indi gəlin baxaq. Nuran, qızım, yaz Koşi bərabərsizliyi. Bax qızım, Koşi bərabərsizliyinin qaydası budur. Bəs hardan biləcəksən? Sən müəccib filan deyilsən. Səndən soruşacaq ən böyük, ən kiçik qiymətini. Sən bilməlisən ki, misalda, yəni kəsir, kök, təyin oblasti, qiymətlər oblasti məsələsi yoxdur ki. Səndən sadəcə bunun ən kiçik qiymətini soruşur. Və qayda belədir ki, burada indi bizim A-mız Ömər budur, B-miz də budur. Yerinə qoyursan düsturda. Olur 2 vurulsun kök hatta x kvadrat vurulsun 1 bölünsün 4x kvadrat. Burada x kvadratlar xoşbəxt olur və qalır böyük bərabərdə 2 vurulsun kök hatta 1 böl 4. 1 böl 4-dən də 2-də 1 çıxır da. Yəni 2 vurulsun 2-də 1 də bizə 1 verir. Deməli bunun ən kiçik qiyməti 1 imiş. Başa düşürsüz? 1 müsbət sonsuzluq. Ən kiçik qiyməti 1 imiş. Axı bunun sualda kəsir var. Qızım, təyin oblastını soruşmur ki, kəsir var deyirsən. Nə soruşan deyirəm ki? Dedim ki, ən kiçik qiymətini soruşur. Ən kiçik qiymətini. Funksiya. Kəsir yoxdursa, onu niyə bitir? Onu dedim ki,
bəs sənə burada təyin oblastını, qiymətlər oblastını soruşmur ki, kəsir, kök məsələsi yoxdur ki. Yəni bu baxımdan təyin oblastı, ümumiyyətlə təyin oblastı, qiymətlər oblastını soruşmur ki. Kök kəsir. Akış bərabərində bərabər də var. Bəli, mütləq var. Deməli belə, bunu silirəm. Uşaqlar, davam eləyək. Jalə, bunu başa düşmədin sən? Düşdüm əvvəl. Hə, tamam. Nəsə belə yox dedin. Ümumiyyətlə davam eləmək. Hə. Yaxşı. Deməli belə. Uşaqlar, bu da oldu qiymətlər oblastının tapılması məsələsi. İndi gəlin keçid edək tək və cüt funksiyalara. Tək və cüt funksiyaları keçən dəfə aydınlaşdırmışdıq sizinlə. Kimlər bilir tək və cüt funksiyaları qəşəng? Bilənlər daha əl qaldırsın. Tək və cüt funksiyaları bilənlər əl qaldırsın. Tək və cütləri bilənlər əl qaldırsın. Bilməyənlərin də canı yanmasın. Deməli belə. Yaxşı. Deməli belə. Uşaqlar, tək funksiya nədir? Tək funksiya. Kim izah eləyər bizə? Kim? Jalə, sən idin? Mən də. Hə. Yaxşı, təki Jalə izah eləsin, cütü Fidan izah eləyərsən sən qızım. Deməli, de görüm, tək funksiya nədir? Tək funksiya mənfi işarəsini qarşıya çıxarır, gizlətmir. Tək funksiya birüzlü funksiyalardır. Birüzlü insanlar kimidir. Yəni içində mənfi varsa, bunu çölə atır. Könül xoşluğu ilə. Yəni içi müsbətdirsə də müsbətdir də, mənfidirsə sadəcə qabağa keçir, mənfisi. Tək funksiyada. Eşidirik? Uşaqlar, tək funksiya koordinat başlanğıcına nəzərən simmetrik olur həmişə. Yazın dəftərinizə. Ömər, buradasan da. Ömər, eşidirsən? Hə. Tək funksiya koordinat başlanğıcına nəzərən simmetrik olur. Baxın, misal üçün, buna tək funksiya deyə bilərik. Çünki bu koordinat başlanğıcına nəzərən simmetrikdir. Koordinat başlanğıcına nəzərən, belə deyək də. Koordinat başlanğıcına nəzərən simmetrikdir. Uşaqlar, deməli belə. Bir də var cüt funksiya. De görüm, Fidan, cüt funksiya haqqında nə deyəcəksən? Cüt funksiyada mənfini udur. Yəni mənfidirsə də müsbət çıxır, müsbətdirsə də müsbət çıxır. Yəni 200-lü funksiya. Bəli, 200-lü funksiya. Deməli uşaqlar, cüt funksiyada funksiyanı mənfi udur. Yəni bunun üçün mənfi də olsa cavab müsbətdir. Bu adətən harda qabağınıza çıxacaq? Ordinat oxuna nəzərən simmetrik olur. Ay, sağ ol. Bir də yazın ki, cüt funksiya ordinat oxuna nəzərən simmetrikdir. Ordinat kimdir? Y oxudur da, iday bunları bilirsiniz. Absisdə x oxudur. Uşaqlar, ordinat oxuna nəzərən simmetrikdir. Baxın, misal üçün bu. Ordinat oxu y oxudur. Bura qədər simmetrikdir. Güzgü məsələsi. Deməli belə, bunu indi silirəm. Bir dənə ədalət. Yadınızdan çıxarmayın ki, mənfini cüt funksiya udur. Qoysunuz, misal üçün, indi bir dənə xırda bir məlumat verim. Bunları onsuz ətraflı indi birazdan danışacağım. Bunun əhəmiyyəti hardadır? Baxın, qoysunuz cüt funksiyadır deyə, səhər qoysunuz mənfi 60 dərəcənin qiymətini soruşsa bizdən, elə biz müsbət 60 dərəcənin qiymətini yazacağıq. Yəni mənfinin ona təsiri olmayacaq. Amma misal üçün sinus tək funksiyadır. Bunların təkliyindən, cütlüyündən danışasıyıq. Bu zaman mənfi qabağa keçir. Tək funksiyada mənfi qabağa keçir. Yaxşı uşaqlar. Cüt funksiyanı nəyə nəzərən dediniz? Cüt funksiya ordinat oxuna nəzərən simmetrikdir. Bu dəqiqə Nurcanı ilə biz 0.5 x-a qoyublar. Hə, Nurcan? Yox. Deməli belə, yaxşı. Uşaqlar, gəlin davam edək. Görək hansı funksiyalar cütdür, hansı funksiyalar təkdir və bunların münasibətindən alınan funksiyalar nə olacaq? Uşaqlar, tək funksiyalar bizə sadalasın. Kim? Aylin. Allah verdili. Hanı Aylin? Hə, buradadır.
Ay Məmmədli, Allahverdili ilə keçməmişik. Məmmədli, de izah elə, tək funksiyalar hansılardır? Sinus x tangens x kotangens x təkdir. Deməli, trigonometriya ailəsindən sinus x, ədalət yazın. Tangens x, kotangens x. Bunlar tək funksiyalardır. Trigonometriya ailəsindən yalnız bunlar təkdir. Bir də bunların ark versiyası var. Sinus tangens. Ay, sağ ol, aferin sənə. Ark sinus tək funksiyadır. Bir də uşaqlar, ark tangens tək funksiyadır. Bunları əzbər bilməliyik Aylin, tamam mı? Allah verdilə. Məmmədlə Aylin, qızım. İndi bu bir də bir şey aydınlıq gətirək. Ark sinusun tərsi deməkdir. Ha, yəni birdən deyirsiniz bu ark nədir? Adi verilmiş funksiyaların tərs funksiyasıdır arklar. Neysə, bunları əzbər uca. Deməli, uşaqlar, Aylin, de görüm indi bizim tanıdığımız hansı funksiyalar təkdir? X, kx, k bölü x kubu. X-in bütün tək dərəcədən qüvvətləri tək funksiyadır uşaqlar. Yəni qayda kimi desəm, x üstü 2n çıxılsın 1 funksiyaları tək funksiyadır. Bu kx şəklində də verilə bilər. Bəli. Yəni bütün tək dərəcədən qüvvətlər tək funksiyadır. Hətta bölmə şəklində də verilə bilər. Tək dərəcədən olanda tək funksiya olur. Tamam mı uşaqlar? Əli qeyd eləyirik. Ömər, bəhanəniz yoxdur ha. Gələn dərs hər kəs bu dərsi danışacaq. Dərs vaxtınızı da artırmışıq. Full, yəni çatdırmaq baxımından heç bir problemimiz də yoxdur. Deməli belə, o kameraları açın görüm. O kameraları açın. Solmaz, açın kameraları. Necə Nurcan? Çok güzel. Bəli. Uşaqlar, bunlar tək funksiyalarıydı. Hə, Zeynəbə bayaq icazə verdim də o çıxıbdı. Deyirəm, axı o bir nəfər yoxdur, kimdir? Yox. Hələ çıxmamışam müəllimə, çıxam. Zeynəb buradaymış. Bəs o bir nəfər kimdir görürsən çıxan? Ya Nurcan, sən digər hesabdan çıxmısan? Hə, sən digər hesabdan çıxmısan. Yok, çıkmamışım. Hə, sən buradasan. O bir nəfər kimdir? Tapacam indi birazdan, yaxşı. Çıxa bilərəm müəllimə. Gözdə cütləri də deyil, elə çıx, yaxşı? Yaxşı. Deməli belə. Ya da onsuz baxacaqsan da dərsə. Amma baxmasan vay halına ha. Radardasan ha. Keçən dəfə fizikaya qoşulub mənim dərsimə qoşulmamısan. Onun elə qəşəng babaca. Uşaqlar bir də oraya yazın. Zeynəbə neçə vaxtda cəza vermirdim? Zeynəbə 200 dənə cəza testi yazın oradan. Keçən dərs qoşulmadığına görə. Cəza kitabını da göndərin ha. Mövzunu mən özüm şəxsidə qeyd eləyərəm. 200 dənə. Bəs indi 150 olsun da heç olmaz. 300 eləyə bilərik. Çok güzel. Yox, qalsın. 200 qalsın. Yəni, ged onda. Gecən xeyrə qalsın. Sağ ol. Sağ ol. Sağ ol. Çox sağ ol. Xoşdur, dəyməz. Deməli belə. Uşaqlar, indi gəlin cüt funksiyalardan danışaq. Cüt funksiya. Hə, Tünzalə sən yox idin burada, yoxsa burdaydın sən? Təzə getmə mən. Hə, mən də o bir nəfəri axtarırdım. Sən hara getmişdin? Telefonda nəsə olmuşdu, mən onu düzəldirdim. Önəmli bir şey yox idi. Hə, nəsə elə bir bəhanəyə oxşadı ya bu. Yox, həmələm, səhvən kimi silmişdim, onu qaytardım. Yaxşı. Deməli, aç kameranı, onsuz bunları bilirsən, keçmişik də səndən də. Tək cüt söhbətini. Hə? Tünzalə keçmişik səndən tək cüt funksiyaları. Mən 2 dəfə keçmişik. Bu üçüncü. Bu da üçün atalar 3 dəfədən deyib də. Deməli belə. Uşaqlar, indi cüt funksiyalar. Yaxşı, elə Tünzalə sən də görüm. Hansı funksiyalar cüt idi? Deməli, x kvadrat funksiyası, sonra y bərabərdə ədəd olan kosinus x, modul funksiyası. Məsələn, sinus tək funksiyadır, amma sinus modulda x olanda bu cüt funksiya olur. Aferin sənə. Deməli, uşaqlar, x-in bütün cüt dərəcədən qüvvətləri cüt funksiyadır. Daha sonra, trigonometriya ailəsindən yalnız kosinus cüt funksiyadır. Bir də sizə sinus modul da verilə bilər.
Yəni sinusun arqumenti modulda verilsə, bilin ki, bu da cüt funksiyadır. Normalda ədalət sinus tək funksiyadır, amma sinus modulda x olanda uca cüt funksiya sayılır. Nuran, bu y bərabərdir sizə modulda x şəklində də verilə bilər. Bu cüt funksiyadır. Modul həmişə cütdür. Bunu yadınızda saxlayın. Səbəbi də var, izah eləyəcəm. Burada y bərabərdir. K bölünsün modulda x-imiz da cüt funksiyadır ha. Yəni normalda k bölü x təkdir, Nərmin, amma modulda olanda cütdür. Uşaqlar, ədədlər həmişə cüt funksiyalardır. Məsələn, y bərabərdir 8, y bərabərdir 7, y bərabərdir istənilən bir qiymət ola bilər. Yəni c deyək, hələ ki sabitdir c, konstant. Uşaqlar, yəni bu ədədlər həmişə cütdür. 0 hansı ədədlərdir uşaqlar? 0 hansılar sayılır? Tək yoxsa cüt? Həm tək, həm cüt. Həm təkdir, həm cüt. Uşaqlar, 0 həm təkdir, həm də cüt. Çünki 0-ın varlığı ilə yoxluğunun bir fərqi yoxdur. Ona görə həm təkdir, həm də cüt. Deməli belə. Bunu indi silirəm. Getdi. Uşaqlar, üslü funksiyalar y bərabərdir. A üstü x üslü funksiyalar. Ay, sağ ol. Misal üçün 2 üstü x. Nə təkdir, nə cütdür. Üslü funksiyalar. Nə təkdir, nə də cütdür. Üslü funksiyalar. Daha sonra y bərabərdir sizə kök adda x verilərsə, nə təkdir, nə cütdür. Nə təkdir, nə cütdür. Uşaqlar, y bərabərdir. Səhər sizə xətti funksiya verilsə, nə təkdir, nə cütdür. Səbəbi də var, səbəblərini indi açıqlayasıyıq. Bu kvadratik funksiya şəklində də verilə bilər. Nə təkdir, nə cütdür. Yaxşı, nə təkdir, nə cütdür bu funksiyalar. Daha sonra nə tək, nə cütə qalan arklardan qaldı da. Kimlərdir uşaqlar, nə tək, nə cüt olanlar? Heç biri. Ark kotangens. Ay, Ark kosinus var, kotangens. Ark kosinusla ark kotangens nə tək, nə cüt funksiyadır. İndi bir dənə bir şey açıqlayaq. Bayaqlar dedik ki, bəs bu sinusdur, tangensdir, kotangensdir, tək funksiyalardır. Yəni mənfini qabağa keçirdəcəklər də belə çıxır ki. Amma kosinus isə cüt funksiyadır. Mənfini udacaq. Səhər trigonometriyada belə bir şey var ki, tənliklərlə adətən bağlıdır. Tənliyin həlli ilə bağlıdır. Mənfi olanda pi çıxılsınla hesablayırlar. Yəni, misal üçün, bunlar nə tək, nə cüt olduğuna görə səbəb işarəyə təsir edir. Neysə, bunlar haqqında çox danışmayayım, onsuz gələcəkdə danışasıyıq, beyninizi qarışdırmayaq. Bunlar nə tək, nə cütdür. Başa düşdü, bunlar silək. Nə tək, nə də cütlər buraxılışa çıxıyor. Bəli. Nə tək, nə cütlər deyəndə əsi o bu xüsusilə onu VIP zonaya aparmayıblar. Bu, deməli, dərsin içində gedir, düşə də bilər. Niyə düşmür ki? Düşür. Uşaqlar, hər il buraxılışa bir dənə funksiyadan nə gəlir? Baxın ki, bu illərdə dedim, bu analitik üsulla bağlı gələ bilər. Ya funksiyanın sıfırlarının tapılması ilə bağlı gələ bilər, ya ümumiyyətlə tərs funksiyanın tapılması ilə gələ bilər, ya nə tək, nə cüt, ümumiyyətlə tək cüt söhbəti gələ bilər. Hər il funksiyadan mövzu olaraq düşən bunlardır. Heç təyin oblasti, qiymətlər oblasti düşmür. Belə baxanda, buraxılışa. Qəbul düşür. Necə? Bunu necə tapılır? İndi ora gəlirəm. Uşaqlar, gəlin tək funksiyaları t ilə işarə eləyək. Cüt funksiyaları c ilə işarə eləyək. Təklərlə cütlərin münasibətinə baxasıyıq indi. Tək funksiya, bu da cüt funksiya. Uşaqlar, təklə təkin hasili sizcə hansı ədəddir? Təkdir yoxsa cüt? Cüt. Mən sizə demişdim də, xəyalınızda təkə mənfi ədəd kimi, cütə müsbət ədəd kimi baxa bilərsiniz. Xəyalınızda, əməldə göstərməyin qəti surətdə. Deməli, təki təkə vuranda cüt alınır. Çünki mənfiyə vuranda müsbət alınır. Uşaqlar, təki cütə vuranda nə alınır? Tək. Cütü də cütə vuranda nə alınır? Cüt. Uşaqlar, təkin
Tək dərəcədən qüvvəti yenə də təkdir. Amma tək ədəd deməyim, funksiya. Ədəd deyəndə sonra şübhə salırsınız. Tək funksiyanın cüt dərəcədən qüvvəti həmişə cütdür ha. Baxın, normalda sinus tək funksiyadır. Amma bunun səhər kvadratı verilsə, siz buna cüt funksiya deyəcəksiniz. Təkin cüt dərəcədən qüvvəti həmişə cüt funksiya olur. Uşaqlar, təklə təkin cəmi də, fərqi də həmişə nədir? Təkdir. Cütlə cütün də, cəmi də, fərqi də həmişə nədir? Cüt. Bəs təklə cütün münasibəti? Nə tək, nə cüt. Nə tək. Nə tək, nə də cüt. Bayaq dedim sizə, xətti funksiya nə tək, nə cütdür. Misal üçün 2x üstə gəl 8 deyək də buna. Buna dedim nə tək, nə cütdür, səbəbini dedim açıqlayacağım. Qaydada dedik ki, təklə cütün münasibəti heç vaxt alınmır da, müsbət toplanması, çıxılması belə deyim. Uşaqlar, baxın burada x tək funksiyadır da, tək dərəcədən qüvvətdədir. Amma 2 cüt funksiya sayılır, çünki ədəddir. Təki cütə vuranda tək eləyir. Bu da 8 cüt funksiyadır da, elə deyilmi? Təklə cütün dedik ki, toplanması, çıxılması nə tək, nə cütdür. Yəni siz bu funksiyaya nə tək, nə cüt funksiya deyirsiniz buna görə. Aydındır? Ona görə xətti funksiyaya biz nə tək, nə cüt funksiya deyirik. Deməli belə. İndi bunu silirəm. Gəlin davam eləyək. Təklik, cütlük söhbəti bitdi uşaqlar. Daha sonra kameralarınızı açın. Hər kəs kamerasını açsın görün. Açın kameralarınızı. Zaryadkam yoxdur. Necə? Zaryadkan yoxdur. Zaryadkam yoxdur. Mənim də yoxdur da. Mən açmışam. 76% görürəm ki, mənim orada. Hərdən atmışsınız da. Sizə görə gecə qoymuşam ki, bəs birdən səhər çağı şey olar, zaryadkası qutarar da, sizin dərsiniz qalar. Bilirəm, siz elm uşaqlarısınız. Elmdən ötürü kənar qalmaq istəmərsiniz. Öməri heç demirəm. Ömər deyir ki, bir gün dərsdən mən qalsam da mənə nə olsun? Hə, Ömər? Ömər indi qalsın da bir gün dərsdən. Səhər deyirdi. Bu da səhər, hə Ömər? Belə yaxşıdır. Yaxşı. Uşaqlar, gəlin artan azalan funksiyalarda deyək, sonra keçək funksiyaların hər birinin haqqında danışmağa. Kim bizə artan azalan funksiyalar haqqında danışacaq? Deyim. De, buyur. X artdıqca y də artırsa artandır, x azaldıqca y də azalırsa yenə artandır, amma biri azalanda digəri çoxalırsa bu azalandır. Aferin sənə. Uşaqlar, baxın, artan funksiya sanki düz mütənasiblik deməkdir. Yəni, x-in qiyməti artdıqca, y-in də qiyməti artır. Yəni, baxın, misal üçün, solmaz bilirsiniz də bunları. Y bərabərdir 2x üstə gəl 4. Misal üçün, mən x-ə 1 versəm, yerinə qoysam, y-in qiymətini 6 tapıram. X-ə 2 versəm, yerinə qoysam, 2, 2, 4, 4 üstə 4 gələndə 8 eləyir də. Yəni, görürsünüz də, x-in qiyməti artdıqca cavab da böyüyür. Yəni, bu ona görə artan funksiya sayılır. X-in qiyməti artdıqca cavab da artır. Və ya x-in qiyməti azaldıqca cavab da azalır. Bu, artan funksiya deməkdir. Amma, Nərmin, azalan funksiya nə idi? Biri artdıqca, digəri də artırsa, bu azalandır. Biri artdıqca... Və ya qalası mənfi olan funksiyadır. Əgər 2 və 4-cü rüblərdən keçirsə, bu zaman da mənfi olur, bu zaman azalan olur. Tamamilə doğrudur. Şöyle, azalan funksiya x-in qiyməti artanda y-in qiyməti azalır. Baxın, misal üçün nümunə göstərək. Y bərabərdir 1/x. Mən x-a 1 desəm, y-in qiymətin 1-də 1, yəni 1 alırıq. X-in qiymətinə 2 desəm, yəni yerinə qoyuruq ha, burada Aylin. Bu olur y bərabərdir 1/2. X-in qiymətinə 3 desəm, y-in qiyməti olur 1/3. Görürsünüzmü? X-in qiyməti artır, nəticə azalır, kiçildikcə kiçilir.
Yəni birinin qiyməti artanda digəri azalırsa, bu deməkdir ki, bu azalan funksiyadır. Uşaqlar, sizə belə bir misal düşə bilər. Deyir ki, bütün ədəd oxunda artan fx funksiyası üçün aşağıdakılardan hansı ən böyük olar? Bir də şərti oxuyuram. Bütün ədəd oxunda artan fx funksiyası üçün aşağıdakılardan hansı ən böyük olar? Əgər bu artan funksiyadırsa, düz mütənasibdir. Ən böyüyünü soruşursa, cavab nədir uşaqlar? 9. Bəli. Kiçiyi soruşsaydı, yenə artan funksiyada. Bəli. Kiçiyi soruşsaydı, artan funksiyada. Onda mənfi 3'ü seçəcəksiniz. Allah verdiyle Aylin, başa düşürsən? Bəli. Tamam. Rəqsəni bu dərslərdə yox idin elə bil, elə? Bəli, mənim yox idi. Tamam. İndi uşaqlar, baxın, artan olanda böyüyünü soruşursa böyüyünü, kiçiyi soruşursa kiçiyi seçirsiniz. Amma şərtdə desəydi Elvanə, bütün ədəd oxunda azalan fx funksiyası üçün, söhbət bütün ədəd oxunda azalan funksiya üçün getsəydi, onda oje başqa məsələ. Onda deyəcəkdiniz ki, ən böyüyünü soruşursa, içəridə ən kiçiyi seçəcəydiniz. Ən kiçiyi soruşursa, içəridə ən böyüyünü seçəcəydiniz. Yəni azalan funksiya tərs mütənasibdir də. Böyüyünü soruşursa balacanı, balacanı soruşursa böyüyünü seçirsən. Yaxşı. Çatdı da bu məsələ. Şöp. Gəlin indi funksiyalar haqqında danışaq. Bunu silirəm. Gəlin başlayaq xətti funksiya haqqında danışmağa. İndi bir-bir bütün funksiyalar. Keçən dəfə təkcə xətti ilə kvadratiki demişik, olmaz. Bu günləri qalan bütün funksiyaları da deyəsik və bununla bitir. Deməli belə. Uşaqlar, bir dənə xırda məsələ. Funksiyanın sıfırlarının tapılması. Əgər funksiyanın sıfıra bərabər eləyir. Bəli. Funksiyanın sıfırını tap desə, Əli, heç nə, funksiyanı sıfıra bərabər eləyirsən. Yəni funksiyanın sıfırını tapmaq, kökünü tapmaq deməkdir. 3x bərabərdir -6-ya, x də bərabərdir -2-yə buradan. Cavabdır. Hansı funksiya olursa olsun sıfıra bərabər eləyəcəksən. Tamam Jale? Müəllim, paralellik kəsişmə əlamətləri var idi. Onlar da yazırsınız. Bəli, yazdıracağam qızım. Bunları silirəm. Xətti funksiyanı deyil, davamında onu deyəcəm. Uşaqlar, xətti funksiya. Xətti funksiya nədir? Xətti funksiya y bərabərdir kx plus b şəklində olan funksiya deyilir. Buradakı K'nın adı nədir uşaqlar? Bucaq əmsalı. Bucaq əmsalı. Uşaqlar, bu nədir? Deməli, bu xətti funksiyanın təyin oblastı və qiymətlər oblastı nədir? Hər ikisi. Təyin və qiymətlər oblastı. Sağ olun. Bunun həm təyin oblastı, həm də qiymətlər oblastı mənfi müsbət sonsuzluqdur. Aylin, uşaqlar cavab verir. Cavab verməsinin səbəbi keçmişik onlarla. Yəni siz də öyrənəcəksiniz. Bunları da əzbər su kimi, tamam mı? Deməli belə. Təyin oblastı mənfi müsbət sonsuzluqdur. Həmçinin qiymətlər oblastı da belədir. Uşaqlar, burada funksiyanın qrafiki haqqında gəlin danışaq. Əsas qrafikdir. Deməli belə. Bura birinci rübdür. Bura ikinci rübdür. Bura üçüncü rübdür. Bura dördüncü rübdür. Əgər funksiyanın qolları birinci və üçüncü rüblərdən keçərsə, baxın buralardan keçərsə. Qollar nəzərdə tutulur. Nərmin, qollara baxırsan. Qollar birinci, üçüncü rübdən keçərsə, yəni indi birini çəksəm mənim üçün kifayətdir. Sadəcə izah üçün dedim ki, istənilən yerdən keçə bilər. Deməli, qollar birinci, üçüncü rübdədirsə, K nədir uşaqlar? Müsbət. K müsbətdir. Funksiya artandır. Funksiya artan. Amma ikinci, dördüncü rübdən keçsəydi, baxın belə. Onda funksiyamız nə olacaqdır? Mənfi azalan. Bəli, funksiyada azalan. Deməli, K'nın işarəsi rüblə tapılır. Birinci, üçüncü rübdən keçəndə müsbət,
İkinci, dördüncü rüblərdən keçəndə isə mənfi olur. Ömər qeyd edirik də bunları. Fatimə qızım. Bəli. Bəli qızım. Kanun işarəsi X oxuna nəzərən də tapıla bilər. X oxuna nəzərən deyəndə, bəli, qiymətinə, düsturla deyirsənsə, bəli. Uşaqlar, bir də B-nin işarəsi var. B-nin işarəsi necə tapılırdı? Tünzalə elə de. M bərabərdir mənfi B bölünsün 2 alt üstündən Sən kvadratik funksiya deyirsən. Y kəsmə nöqtəsi. Ay, sağ ol. Y-i kəsmə nöqtəsi. Uşaqlar, B-nin işarəsi Y-i kəsən nöqtə ilə tapılır. Y-i müsbətdə kəsirsə, müsbətdir, yəni yuxarıda kəsirsə. Aşağıda kəssəydi, baxın, misal üçün burada olsaydı, Y-i aşağıda kəssəydi, onda B-si mənfi olardı. Aşağıda kəsəndə mənfi, yuxarıda kəsəndə müsbət. Yaxşı? Nasıl 20 dəqiqə? Hə, tamam. Yazın dəftərinizə. Funksiya Y-i yuxarıda kəsirsə müsbət, aşağıda kəsirsə mənfidir.